Uşaqlar, istər buraxılışda, istərsə də blokda yüksək bal toplamağın vacib sirlərindən biri haqqında danışacağıq. Videonu izləyin, bismillah getdik. Bilirsiniz ki, biz hər bir mövzunu ayrı-ayrılıqda bilə bilərik. Məsələn, ismi, sifəti, sayı ayrı-ayrılıqda bilə bilərik. Amma buraxılış imtahanında mövzular məhduddur. Yəni 30 mövzu varsa, bundan 10 sual çıxartmalıdırlar. Deməli, bir sualın içində sənin həm ismi, həm sifəti, həm feili, hər bir şeyi soruşa bilər. Bütün morfologiyanı, hətta sintaksi belə soruşa bilərlər sizdən. Bunun üçün sizə nə lazımdır? Çoxlu sınaq. Təbii ki, hər kəs ayda bir dəfə sınağa gedə biləcək, uzaq 2 dəfə. Amma hər mövzudan, hər 2-3 mövzudan bir sınaq işləyə bilmirik. Bunun üçün bizə sınaq qrupları lazımdır. Ona görə sınaq qruplarını maksimum əlçatan etməyə çalışmışıq. Tam olaraq ay ərzində sən 10 dənə, 15 dənə sınaq görürsən, izahı ilə bir yerdə. O sınağın içində sən, axı, dərsin içində hər şeyi izah eləmək olmur. Hər şeyi izah eləmək olur. Harada? Testin içərisində. Testin sənə öyrətdikləri, kitabın öyrətdiyindən, dərsin öyrətdiyindən, mövzunun öyrətdiyindən qat-qat çoxdur. Belə, ona görə sınaq qruplarımıza qoşulmağı məsləhət görürəm sizə və bu qruplara dediyim kimi qoşulmaqla ay ərzində ən azı 10-15 sınaq əldə edəcəksən izahı ilə bir yerdə, üstəcə canlı yayımlarla da sizə dəstək verəcək. Qoşulmaq üçün 055 597 0151 yazırsınız, biz də sizi qrupa əlavə edirik. Bu qədər, sağ olun.